Azərbaycanda sabah bəzi yerlərdə intensiv yağıntı gözlənilir. Globalaz xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7 dərəcədən 9 dərəcəyə qədər isti, gündüz 12 dərəcədən 17 dərəcəyə qədər isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7 dərəcədən 10 dərəcəyə qədər isti, gündüz 13 dərəcədən 18 dərəcəyə qədər isti, dağlarda gecə 2 dərəcədən 5 dərəcəyə qədər isti, gündüz 5 dərəcədən 10 dərəcəyə qədər isti olacaq.